Başqalarının uğurlarına baxıb özünü dəyərsiz, pis hiss edirsənsə, deməli müqayisə tələsinə düşmüsən. Bu videoda müqayisə tələsindən necə xilas ola bilərik bu haqqda danışacağam. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Bu kanalda özünün ən yaxşı versiyasına çatmağın üçün çoxlu videolar çəkirəm. Əgər bu tip videolar sənin üçün maraqlıdırsa, inkişaf etməyi sevirsənsə, kanalıma abunə olub videonu bəyənib və yazmağı unutma. Biz niyə müqayisə edirik? İnsan təbiətində başqaları ilə özünü müqayisə etmək var və sosial medianın daha çox genişlənməsi ilə, sosial mediada insanların öz həyatlarını daha çox paylaşması ilə biz bir müqayisə tələsinə düşməyə başlamışıq və bu da psixologiyada elə müqayisə tələsi adlanır. Yaxşı, gəlin baxaq görək bu müqayisə tələsindən necə çıxa bilərik. İlk olaraq bilmək lazımdır ki, müqayisə insanı çox zəiflədən və onun motivasiyasını pozan bir şeydir və biz özümüzü müqayisə etdikcə bu zərərləri artıq görməyə başlayırıq. Həm psixoloji olaraq özümüzü yorğun hiss edirik, həmçinin nəsə eləsək belə başqaları sanki daha yaxşı eləyir, sanki başqası daha yaxşı eləyər deyə onu təkrarlamağa başlayırıq və təkrarladıqca da özümüz olmaqdan çıxdığımız üçün, yenə də özümüz olmadığımız üçün daha çox müqayisə etməyə başlayırıq. Bunun üçün də müqayisənin zərərlərini bilmək vacibdir. Biz özümüz çox dəyərliyik, bunu bilməliyik. Əlbəttə bu bir motivasiya videosu deyil. Amma buna baxmayaraq mən həqiqətən də demək istəyirəm ki, biz çox dəyərliyik və başqaları ilə özümüzü müqayisə etməyi dayandırdığımız andan etibarən öz uğurlarımızı daha çox görməyə, bunu gördükcə də daha çox uğur əldə etməyə başlayacağıq. Çalış ki, öz yoluna fokuslanasan. Ümumiyyətlə, hər hansı bir şeyə çatdığımız zaman iki insanın getdiyi yol eyni yol deyil. Çünki başlanğıc nöqtələri, onların həyat şəraitləri, əldə etdiyi təcrübələr və yaxud da ki, onların əlindəki imkanlar eyni deyil. Buna görə də biz başqası ilə özümüzü müqayisə etməməliyik. Öz yolumuza fokuslanmalı və öz yolumuzda getməliyik. Çünki insan öz yoluna fokuslananda, öz yoluna gedəndə artıq başqaları deyil də öz diqqətini, öz enerjisini özünə verməyə başlayandan sonra daha azad hiss eləməyə başlayır və enerjisini də digər insanlara yönəltmədiyi üçün daha uğurlu olmağa başlayır. Başa düşürəm, bütün bu dediklərim o qədər də asan bir şey deyil, ancaq yavaş-yavaş dediklərimi praktika etdikcə, zərərlərini gördükcə, enerjimizi özümüzə yönəltdikcə artıq bir müddətdən sonra müqayisə etməməyə başlayacağıq. Daha sonra Kaizen fəlsəfəsini çalışın ki, öz həyatınıza tətbiq edəsiniz. Bu, Yaponların bir fəlsəfəsidir. Burada deyilir ki, hər gün 1% daha yaxşı etdiyin işi. Tutaq ki, sən hər gün sosial mediaya baxırsan, filan kəs nə qədər uğur əldə edir, filan kəs bu universiteti bitirdi, bu kursları aldı, bu işi qurdu. Buna enerjimizi sərf etmək yerinə hər gün gördüyün işdən 1% daha yaxşı hala gətir. Məsələn, dünən 10 səhifə kitab oxumuşdunsa, bugün onu 11 səhifə elə, sabah onu 12 səhifə elə və bunu davamlı elə. Buna görə də çalışmaq lazımdır ki, birdən-birə o komfort zonasından çıxmaq yerinə komfort zonamızı yavaş-yavaş genişləndirək və Kaizen fəlsəfəsindən istifadə eləyərək artıq daha da irəli getməyə başlayaq. Yəni sən enerjini sosial şəbəkədə digərlərinə baxaraq, ayda bu gün də bunu əldə elədi, bu gün bura getdi, onu gəzdi, bunu gəzdi, filan şeyləri elə demək əvəzinə, ona sərf elədiyin vaxt əvəzinə dünən gördüyün işi 1% daha yaxşı eləsən, bir müddətdən sonra görəcəksən ki, özünün ən yaxşı versiyasını yaratmağa başlayırsan və özünün ən yaxşı versiyasını yaratmağa başlayan, bunu davamlı şəkildə edən şəxslər artıq müqayisə tələsinə düşmürlər. Çünki bilirlər ki, hər kəsin öz yolu var. Bu dediklərimi tətbiq eləmək, həmçinin də daha da irəlilətmək istəyirsinizsə, indi praktiki yanaşmalar deyəcəm, onları tətbiq eləyə bilərsiniz. Məsələn, ilk olaraq uğur gündəliyi tutmağa başlayın. Uğur gündəliyi nə deməkdir? Çünki insan olaraq biz özümüzün etdiyi şeyləri görmürük. Yazmadıqsa da biz bunu görmürük. Buna görə tövsiyə eləyirəm ki, mütləq, yəni ilk olaraq bir dənə uğur gündəliyi tutun. Bu balaca bir dəftər ola bilər, gündəlik ola bilər və bu dəftərə siz hər gün yadınıza düşdükcə öz uğurlarınızı yazmağa başlayın. Əlavə olaraq gün ərzində kiçik bir uğurunuz olsa belə yazın. Sonra ay ərzində ayda bir dəfə o gündəliyə baxın və nə qədər uğurlarınızı orada görəcəksiniz. Bu gün bu kursu aldım, bu gün 10 səhifəyə 11 səhifə kitab oxudum, Kaizen fəlsəfəsindən istifadə elədim, YouTube-da hər hansı faydalı bir şeyə baxdım, hər hansı bir kursa qoşuldum və yaxud da ki, irəliləmə əldə etdim. Yəni çalışın ki, uğurlarınızı qeyd edin ki, bunu da görəsiniz. Görəndən sonra zaten görəcəksiniz ki, öz üzərinizdə çalışdıqca daha da uğurlarınız artır, artıq müqayisə tələsindən çıxmağa başlayacaqsınız. İkinci olaraq sahib olduqlarınıza şükür edin. Sahib olduqlarınıza, uğurlarınıza, həyatda əldə etdiklərinizə, nailiyyətlərinizə, yəni sahib olduğunuz hər şeyə şükür eləməyə başlayanda sizdə pozitivlik yaranır və bu şükür frekansı ilə siz özünüzü daha yaxşı hiss edirsiniz. Özünü daha yaxşı hiss edən insan başqalarının özünü müqayisə etmir.
vermir. Son olaraq isə sosial mediaya limit qoymaq lazımdır bir qədər. Yəni gündə 15 saat başqalarının həyatına baxım. Limit qoymaq deyəndə mən burada nəzərdə tutmuram. Əgər sizin işiniz burdansa və yaxud da ki, orada işlərinizi həll edirsə, bu başqa məsələ. Mən burada başqalarının həyatına baxmaqdan, özümüzü onunla müqayisə etməkdən danışıram. Çünki nə qədər başqalarının həyatına daha çox baxarıqsa, o qədər özümüzü müqayisə etməyə başlayacağıq. Onun əvəzinə, ora sərf etdiyiniz vaxt əvəzinə öz inkişafınızı ayırsanız, bir yerdən sonra artıq müqayisə tələsinə düşməməyə başlayacaqsınız. Ümid eləyirəm ki, bu video sənin üçün faydalı oldu. Əgər bu tipli videoları sevirsənsə və daha çox bu tipli videoların gəlməyini istəyirsənsə, kanalıma abunə olub videonu bəyənib rəy yazmağı unutma.